Mən karyeramı bitirmək səbəbi də əslində mən ən yaxşı formada olduğum vaxtda idmanı dayandırdım. Şəxsi səbəblərə görə oldu? Şəxsi deməzdim, komandanın səbəblərinə. Bizim yaxşı komandamız var idi. İMAF-ın özündə bizdə ilk Vanmada biz olmuşuq. Mən komanda aparmışam. İMAF-ın özünə də ilk komanda mən aparmışam bizim yanımızda. İMAF-ın Respublika çempionatlarının ən birinci biz keçirmişik. İndi sonradan müəyyən səbəblərə görə mən istəməzdim efir vasitəsilə danışaq nəyisə deyə. İndi belə sizə maraqlı olar, mən sizə belə deyərəm. O həmin vaxtda məni həm məşqçilik, həm rəhbərlik, həm də özüm vuruşmaq alınmırdı. Çünki psixologiya yerində olmurdu da. Məşq eləmək üçün gərəsən hər şeydən kənarlasan, özün səhər, gün, orta, axşam, gündüz üstə və məşq eləyirək. Həmin çox gərgin idi. Məsləhət belə oldu ki, əslində səhv elədim. Mən həmin vaxtda istiqamət verən adam olmalı idi. Məncə döyüşçü ilə. Yox, döyüşçü. Mən açığı, mən səmimi deyim də, Taleh də buradadır. Mən tam səmimi deyim. Mən zalda, yarışa gedən tələbələrim, uşaqlarımı vuruşur. Həmişə sparring özüm olmuşum. Sparring partnyor Taleh həmişə vuruşub 84 vuruşub. Mən özüm çəkim aşağı olub. Talehlə həmişə mən dayanmışam. Talehim MMA-də başqa partnyor olmayıb. Kimsə. Ancaq özüm dayanmışam. Mənim sıxması mən onu mənim dilimdən eşitməyin. Taleh desinsə. Mən həmişə gündüzü Talehi başqaları, mən həmişə vuruşmuşam. Hamısından həmişə belə də fərqlənmişəm. Yaxşı, onlar gedib çempion oldular. Mən pikdə olan vaxtı mən idmanı səhv elədim. Mən bir yoldaş var idi. Mən Bellatora, yəni Taleh bunu şahiddir, həmin yoldaşlar da. Bellatora həmin vaxt mən kontrakt bağlatdırdı, üst döyüş. Dünya çempion olandan sonra artıq o titul var idi. Mən həmin idmandan məni küstürdülər, mən getdim. Həmin o kəslər ki, həmin bugün Azərbaycan MMA-ində indi də özün hər hansısa bir şey hesab eləyir. Amma yəni məni pikdə olanda, yəni onlar və komandamızı dağıtdılar. Yekunda bizim komanda dağıldı.